Şey vaxtdan da ağarsan bol ağır fəqət təzminat ödürük. Hər toqqiyə 50 min euro, hər toqqiyə 50 min euro. Bir toqqa ilə dönəndə olmamış o. Orada yaşasaydıq indi mən milyonerdim, hə? O deyil mənə qabamdı, indi mənə... Məsələn, bir dəfə nətər olmuşdu. Dedi ne ki, saqqız çeynirdim. Bax, indi bilmirəm, indi bu saqqız çiynəmək nətər qəbul olunur indi o vaxt elə. Bir dəfə dayanmışdım bizim Şuşanın qəssabxananın qabağında, o vaxt turba saqqızları moduydu. Mən də şüttüm, oldu bu boyda, onu somurdum, bütün yığırdım, ona bir yarım saat. 5-6 saat indi bu telefon var, hər şey. Orada məşğuliyyət yox idi də. Saqqız azadla bir tərə başını qatırdı. Saqqız çiynəməyə də, abi elə o vaxtı ayaqqabıların üzü moduydu, uzun idi belə modu. Ha, mən belə dayanmışdım dükkanın qabağında, arxadan təpəylə nətər qoydusa, çox udarla dəydi. Ayaqqabının üzümüzüydü, mən ayaqqabını qabaqda gördüm. Tutanmadım tam ki, bu rüqrovka eləyənmədim. Nətər vursa belə, mənim həm bir 10 gün şıqıraq oldum. Elirsən, şıqıraq. Bir həftədə ürəyim bulandı toba. Mənim ürəyim, dedim, sən utanmırsan, qəssabxananın qabağında saqqız çinsən. Dedim, saqqız çinsən, mən sana ağır. Dedi, olmaz. Gələn keçən deyər ki, o dədəsini saymır, durub burada saqqızı şişirdi, bu boyda partladır. Bu mənim dədəmin saymağına, bu saqqızı şişirtməyini mən tuta bilmirəm. Bəlkə nə ağqızam. Amma üstündən hardasa bir həftə keçdi.